Salamünaleyküm. Benim adım Məqsəd Abbasov. Toz rayon Qoyra şəhərindəyəm. Mən sosial dalanmıram. Mənə sosial deyirlər ki, iş yerim olsun. Mənim özüm qarnımda 2 qırıca, biri belimdə işləyəmirəm. Həkim deyib sağ işləmək olmaz. Sosial deyirəm. Sosialı vururam. Deyirlər iş yeri lazımdır. Mənim iş yerim var idisə da mən sosialı neynirdim? Mən qazımışım, pulunu verəmirəm. Elə yaxşı vəkillərin pullarının hamısını qaldırdılar 17 minə. Mən sosial şey deyəndə deyirlər ki, iş yerim lazımdır. Onda o sosialı qoy nazirlər alsın da nə? Deputatlar alsın sosialı. Acından ölən neynir daha sosialı? Ünvanı sosial yardım nə deməkdir? Acından ölmə dolan iş tapana kimi. Mən dalanmıram sosialı. Gəl deyirlər 2 ayını ver, 3 ayını ver. İndi də çıxıbdır ki, iş yerim olsa. Mənim iş yerim vardı daha sosial neynirdim? Nazir, sosial naziri də gün yatır, axşam, sabah qalxıb bir xəyala dolur. Hər dəfə bir xəyala dolur. Bu nədir? Haqq hesab çıxardırlar, mən bilmirəm. Cənab Prezidentdən xahiş edirəm ki, buna bir emzan qırsın da buna. Belə də şey olmaz da. Dolanamıram. Mən qazımışığın pulunu verəmirəm, kirənin pulunu. Belə də şey olmaz da. İş yerim vardı daha sosial neynirdim mən? Hazır aylığımı alardım da nə? Daha belə də olmaz da nə daha. Mən qoymayacağım uşağım əskəriyə. Bir sot torpağım yoxdur mənim. Vətənin borcunu versin. Vətən hansı mənim uşağıma borcunu verib? Bir sot torpağım yox. Sosial vermişsiniz. Uşaq pulu vermişsiniz. Pensiyamı da vermişsiniz. Nə qarmalıyam mən? Nə ilə dolanmalıyam? Mən qoymayacağım uşağım əskəriyə. Mənə lazım deyil vətən zat. Bir sot torpağım yoxdur. Mən kirədə qalmışam. Qazımışığın pulunu verəmirəm kirəmi. Sosial şey deyirəm deyir iş yerim olsun. Yəni iş yerim varsa daha neynirdim mən sosiala? Bir il gələr böyünə pul adadasa, o da 21 manatdan gör nə qədər pul eləyir bir ili. Mənim pulum mu var? Elə pulum vardı qazımışığın pulunu verərdim. Mən kirənin pulunu. Neynirdim mən daha? Sosial da deyirlər, indi çıxardıblar ki, gəl iş yerim ola. Həm mənim iş yerim var daha sosial, neynirdim mən? Mən qoymayacağım uşağım əskəriyə. Allah'ım haqqı qoymayacağım. Qoşub gəlmir, mən keçirsin Almaniya. Mən yaşamıram Azərbaycanda. Bura yaşayış yeri deyil. Sürünür hamı burada. Acından ölürlər hamı. Cənab Prezidentdən xahiş edirəm ki, buna bir emzan qırsın. Belə də olmaz daha. Nazirlər də, deputatlar da, başçılar da hamısı özünə bir hoqqa çıxardırlar hərəsi. Dolanamıram mən Allah gücü, bezmişəm daha hər şeydən.